Hərbi xidmətdən möhlət alan şəxslərə vacib xəbərimiz var. Ölkədən çıxışınıza məhdudiyyət qoyula bilər. Belə ki, hərbi xidmətdən möhlət hüququ verilən və vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. Şöbə rəisi qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq prosedurlardan keçməlidir. Stat: Sağlamlıq durumu, ailə vəziyyəti və digər səbəblərdən hərbi xidmətdən möhlət hüququ olan vətəndaşlar möhlət vaxtı bitdikdə mütləq qaydada qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşmalıdırlar və buna görə birbaşa özləri məsuliyyət daşıyırlar. Bəzən olur ki, vətəndaş buna riayət etmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur. İnzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb də oluna bilir. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istəyirik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya MyGov tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar. Statın sonu.